Azərbaycan Turna Balaban Məktəbinin mühendisi Ali Dədənin 150 ilə həsr olunmuş beynəlxalq konferansa xoş gəlmişsiniz. Beynəlxalq konferansın əsas təşkilatçıları Azərbaycan Milli Məhkəməsinin Folklor İnstitutu, Azərbaycan Milli Konservatoriyası, Ankara Musiqi və Gözəl Sənətlər Universiteti hesab olunur. Eyni zamanda təşkilatçılar sırasında Erzincan Bilani Gezdim Üniversitesi, Kars Kafkas Üniversitesi, Əhməd Qəsəvi Uluslararası Türk Kazan Üniversitesi, Azərbaycan Aşıqlar Birliği, Beynəlxalq Muğam Mərkəzi, Müəllif Hüquqları Universitetler Birliği, Union Printing Grup MMC'si de əsas təşkilatçılar sırasındadır. Bizdə indiyə qədər folklorun ayrı-ayrı problemlərinə, janrlarına, tədqiqatçılarına həsr olunmuş çox sayılı konferanslar keçir. Ama folklor ifaçılarına həsr olunmuş konferansda müqayisədə qat-qat az hallarda təşkil olunur. Bu az hallarda olan konferanslarımız daha çok aşık yaratıcı məhsul olur. Azərbaycanda aşık yaratıcılığı məktəblər seviyesinde böyük inkişaf yolu geçip böyük simalar var. Diğer janrlara tutaq ki, mesela aşık yaratıcılığı yaxın olan tarih sənətinə, tutaq ki, qarmon sənətinə, qaval sənətinə, başka sənətlər həsr olmuş konferanslar barmaqla sayılacak kadar azdır. Halbuki böyle konferanslara da ihtiyaç vardır. Çünkü həmin sənətləri dilçətmək lazım. Onları yaşatmak, təbliğ etmek, inkişaf ettirməsindən destek, elmin desteğini təmin etmək lazımdır. Bu bizim elm adamlarının, akademiyanın vəzifələri sırasında mühim yer tutur. Bu yaxınlarda Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev, Azərbaycan Milli Məhkəməsinin 80 yükleyinde ki parlak riskinde de bizim karşımıza koyduğu mühim vəzifələr sırasında milli mənəvi değerlerimizin yaşanılması, Azərbaycançılıq ideallarının ön bölgeye çekilmesi kimi strateji vəzifələr koymuştur ki bunların içerisinde bak, bu tür ifaçılar yaşatmak, bu tür sənət sahalarını dilçetmek, bunları elmi gündeme getirmek, elmi vasıtasıyla cəmiyyəti təqdim eləmək də xüsusi yer tutur. Bu mənada mən Ali Dədənin 150 ilə həsr olunmuş konferansı həm adı çəkilən şəxsiyyətin, böyük sənəti, yaşayan sənətinə, devam eden sənətinə, o sənətin inkişafındakı roluna, xidmətlərinə Azərbaycan elmi ictimaiyyətinin, Türk dünyası elmi ictimaiyyətinin hörmət və ihtiramlı ifadəsi kimi qiymətləndirirəm. Hem de hesap eden bir konferans, Ali Dədənin timsalında Azərbaycanda bugün de yaşayan ifaçılıq sənətimizdə öz yeri olan Turna Balaban sənətinin inkişaf ettirilmesine, devam ettirilmesine, təşviq olunmasına bir mesajdır. Bu cəhətdən mən elə biləm ki, bizim konferansımız son derece büyük əhəmiyyətə malikdir. Konferansdan əvvəl mən Folklor İnstitutunun rəhbərliyi olan danışımdan başlamıştım ki, Ali Dədənin sənətini yaşadığınlar içerisinde onun öz nesil nümayəndələri de var. Olmuştur ve bugün de var. Demek bu sənət hem de şəcərə olarak bir aile tərəfindən devam ettirilir. Bir ənəniyə çevrilir. Bu yaxşı ənənəmizi dəstəkləyir. Bu demek ki, Ali Dədə Turna Balaban məktəbi yaratmıştır. Hem davamçılar vardır ülkede, hem de öbür nesilden bu davamçılar vardır. Yani aşağı etken nece saz, söz senetinin aşık edebiyatında mektep yaratmıştırsa, Ali Dədə de Turna Balaban senetinde mektep yaratmış, ifaçı değil tek. Mektep yaratmış. 100 yıl seneti özünden sonra yaşatmaya taçan vermiş, nesiller yetiştirmiş, görkemli bir ifaçımızdır. Buna göre de ben bu konferansı hem tarihe bakış bakımından,
folklor sanatı bakımından əhəmiyyətli və aktual saydığım kimi ondan qat artır bu sənətin yaşadılmasını gündəmə gətirmək və onu elmi cəhətdən dəstəkləmək mənasında daha böyük əhəmiyyət verir. Və konferansın işinə uğurlar arzulayıram. Sözü Türk Mədəniyyəti və İctimai Fondunun prezidenti Aksotu Rəhimkulova'nın adından Həmin Fondun aparatının rəhbəri Tarix Əmrən Doktor Fərqaciyev verir. Hörmətli səfarət, dəyərli elm xadimlərimiz, tədbir iştirakçıları, mən də bu mötəbər tədbirin açılışında hamınızı səmimi qəlbdən salamlayıram və simpoziumun işində uğurlar arzulayıram. İcazənizlə ilk olaraq bizim fondun prezidenti Abdülxan Rəhimkulovanın nitqini sizə oxumaq istərdim. Hörmətli elm xadimləri, tədqiqatçılar və dəyərli konferans iştirakçıları, Türk Mədəniyyəti və İrsi Fondu adından hər birinizi səmimi salamlayır. Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun digər mötəbər elm, təhsil və mədəniyyət qurumları ilə ortaq təşkil etdiyi bu dəyərli elmi tədbirin əhəmiyyətini xüsusi vurğulamaq istəyirəm. Birinci Beynəlxalq Türk Dünyası ənənəvi musiqi və mədəni kimlik simpoziumunun mövzusu təkcə musiqi tariximizi deyil, həm də xalqlarımızın mənəvi yaddaşını, özünü dərk prosesini və mədəni davamlılığını anlamaq baxımından mühüm əhəmiyyət kəsb edir. Türk xalqlarının çox əsrlik mədəni irsində musiqi sadəcə bir incəsənət səhifəsi deyil, bir incəsənət sahəsi deyil, həm də kimlik daşıyıcısı, yaddaşın qoruyucusu, nəsilləri bir-birinə bağlayan körpüdür. Xalqlarımızın musiqi ənənələri minillər boyu şifahi şəkildə ötürülərək formalaşmış, ustad şagird məktəbləri, ocaqlar və bölgə mədəniyyətləri vasitəsilə zənginləşmişdir. Ənənəvi musiqi ailələrinin tədqiqi, onların rəqəmsallaşdırılması, arxiləşdirilməsi, ifaçı nəsillər arasında köprü qurulması və gənclərin bu işə marağının artırılması fondumuzun prioritet istiqamətləri sırasındadır. Çünki biz inanırıq ki, mədəni irsi yalnız keçmişin xatirəsi deyil, gələcəyin davamlı inkişafı üçün strateji bir sərvətdir. Əminik ki, bugün keçirilən konferans həm elmi yanaşmaların mübarizəsinə, həm də musiqi, mədəni və sosial funksiyalarına dair yeni baxışların ortaya çıxarılmasına zəmin yaradacaq. Eyni zamanda ona da əminik ki, Türk dünyasının müxtəlif ölkələrini təmsil edən alimlər, iştirakçı tədqiqatçılar və musiqi ictimaiyyəti bu sahədə yeni tədqiqat istiqamətlərinin metodoloji yeniliklərini və praktik töhfələrinin formalaşmasına mühüm töhfələr verəcəklər. Sonda Amiya Folklor İnstitutu başda olmaqla bu dəyərli tədbirin təşkilatçılarına layihədə əməyi olan bütün həmkarlarımıza təşəkkürümüzü bildirirəm. Türk mədəniyyətinə xidmət edən hər bir belə təşəbbüs bizi də bir addım irəli aparır, birliyimizi möhkəmləndirir, milli kimliyimizi daha da gücləndirir. Bir daha konferansın işinə uğurlar arzulayır və ümid edirəm ki, bugünkü müzakirələr gələcək əməkdaşlıqlar və yeni ortaq layihələr üçün möhkəm zəmin yaradacaq. Diqqətinizə görə təşəkkür edirəm. Sözü mən Azərbaycan Milli Konservatoriyasının rektoru Profesor Dr. Buyurun. Hörmətli İsa müəllim, hörmətli tədbir iştirakçıları, dəyərli qonaqlar, xanımlar və cənablar, hər birimizi Türk xalqlarının milli kimliyinin qorunması, Türk xalqlarının humanitar sferada əməkdaşlığının möhkəmləndirilməsinə xidmət edən beynəlxalq simpoziumda böyük məmnuniyyətlə salamlıyorum. Türk xalqlarının humanitar sferasında mədəni inteqrasiyasına xidmət edən bu simpoziumun keçirilməsi çox önəmlidir və mən ümid edirəm ki, bu simpozium ənənəvi xarakter alacaq. Heç şübhəsiz ki, simpoziumun mövzusu milli kimlik, Türk dünyası və Türk dünyasının inteqrasiyası problemləri müasir dövrdə yaşadığımız post-global cəmiyyətdə çox böyük önəm daşıyır və çox böyük aktuallıq kəsb edir. Çünki bildiyimiz kimi bu post-global dünyada müşahidə etdiyimiz son dərəcə mürəkkəb siyasi, sosial olaylar sübut edir ki, bəşəriyyət bugün bir seçim qarşısındadır. Bugün biz elmi dillə desək bir bifurkasiya məqamındadır və hər bir xalqın
gələcək dünya nizamında qorunub saxlanılması, ümumiyyətlə mövcudluğu ilk növbədə onun etnik mədəniyyətinin, onun milli kimliyinin qorunub saxlanılmasından asılıdır. Və bu nöqteyi nəzərdən hər bir Türk xalqının öz milli mədəniyyətini, öz etnik bədii təfəkkürünü qoruyub saxlanması kimi mürəkkəb bir problem durur. Və bu problemin əlbəttə ki, araşdırılması, onun həlli yolları heç şübhəsiz ki, müasir elmi paradigmadan keçir və mən düşünürəm ki, bax, bu qəbildən olan tədbirlər, elmi simpoziumlar, konferanslar, heç şübhəsiz ki, bu problemlərin, bu tali yüklü problemlərin mən deyərdim, həllində mühüm, önəmli rol oynayacaq. Və mən burada 100 il bundan artıq söylənmiş İsmail Qaspravın o məşhur fikri yadıma düşür. Dildə, işdə, fikirdə birlik və bu məşhur triada bir söz də əlavə etsək, elmdə birlik və mən düşünürəm ki, bax, biz bu ali mərama nail olacaq, ali məqsədimizə nail olacaq və mən heç şübhə etmirəm ki, bizim bugünkü simpoziumda məhz Türk xalqlarının mədəni inteqrasiyasına xidmət edəcək və bu ali məqsədə, ali məramın gerçəkləşməsində böyük xidmətlər olacaq. Mən simpozium iştirakçılarına böyük uğurlar diləyirəm. Ben sözü Azerbaycan Devlet Pedagoji Üniversitesi'nin beynəlxalq meseleler üzerine prorektörü Profesör Bayrak Hanım Hüseyin Ömer'e. Buyurun Bayrak Hanım. Hürmetli tedbir iştirakçıları, hürmetli konuklar, çok aziz, çok değerli İsmail'in güzel mendikli çıkışınızı dinledim Kamile Hanım, Erhan Bey ve bu işlerin teşkilatçısı Hikmet Bey'in her birinizi salamlayıram ve bizim buna dəvətimizə görə sizə minnətdarlığımı bildirirəm. Bir daha bir teşekkürüm var. Akademiyanın, Azerbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyine dəvət aldığım için mən sizə ayrıca teşekkür edirəm. Və mən orada həyatım boyu, bence de bir daha bir neçə biz Cənab Prezidentin çıxışlarını dinləyəcəyik. Amma o çıxışdan mənə təsiri qədər bir təsir inanmıram, haradasa, nəsə bu olsun. Çok bilirəm ki, bizim yol xəritəmiz elm sahəsində, vətəndaşlıq sahəsində. Biz Azərbaycan dilinin daşıyıcılarımız, Azərbaycan dilinin saflığını o dərəcədə qoruya bilmirik və bunun üçün də bizə bir yol xəritəsi. Əzəli kəlmələr olduğu halda əlavə gəlmə kəlmələrə ehtiyac yoxdur. Bu səhvdir və ya təqribatdır. Bundan gözəl, bundan kəskin, bundan dəyərli bir söz ola bilməzdir ki, oldu. Biz deyə bilmədiklərimizi. Musiqi ürəyə, Kamile xanım, məncə sözdən də tez təsir edir. Bir insan qəmli günündə, şad günündə, görürsən şad günündə musiqiyə həmən ayağa qalqır, o sümüylə düşməsə də oynuyor. Və ya içi ağlayanda musiqiyə qulaq asır. Və ona görə də musiqi də söz kimidir, qiymətlidir, dəyərlidir. Çox sağ olun İsa müəllim. Bu sizin rəhbərliyiniz olan dövrdən, bəlkə də yeri deyil, amma deyəcəm. Bu cür məqamlara, bax, bu cür incə məqamlara o qədər toxunulur. Və təşəkkür edirəm yenə ki, mən də burada oluram. Bilmədiklərimizi eşidirik və mən əminəm ki, Gəlqalı Əli Dədə haqqında mükəmməl bir kitab Hikmət müəllim ortaya qoyulacaq. Bu həm Kamile xanımcığın tərəfindən qiymətli olacaq. Onlarda da bəlkə də tədrislər filan yararlı oldu. Eyni zamanda biz də öz dədələrimizi tanıyacaq da, musiqi sahəsində tanıyacaq və bir daha Aşıq Əlistəyədən Üzeyir Hacıbəyli mədəni kodlarla belə bir akademiyada mütəşəkkil bir, çox gözəl bir, mükəmməl bir tədbir oldu. Təbii ki, yenə də qonaqlarımız var orada. Orta isə Türk dövlətləri, yəni özümüzdən, öz ailəmiz sayırıq və o da çox maraqlı oldu. Bugün də burada mənim Özbəkistandan gələn dəyərli dostlarım var. Həmin Xarəzmdən və İçəmqaladan gəliblər bizim qonağımız var. Sizə təşəkkür edirəm, minnətdarlığımı bildirirəm. İsa müəllim, çox sağ olun.
Kamil xanım, siz də əvvəllə mən tərinizdən bu cür dəyərli tədbirlər zalda eləşən bu qədər insanın beynində mütləq bir iz qoyacaq. Ne kimi sızıldamayacaqlar. Qara zorladı, gözəl bir halya el yolda oynayacaq. Çox sağ olun. Ankara Musiki ve Gönül Sanatlar Üniversitesi'nin rektörü Profesör Erhan Özlem'e söz vermek istedim Özlem'e. Buyurun. Azerbaycan Müzikli İlimler Akademisi Başkanı, hürmetli Nisa Beyli hocamız, değerli rektör hocalarımız, akademisyenler, çok kıymetli, hürmetli cenaplar, hanımlar, hepinizi saygı, sevgi ve muhabbetle selamlıyorum. Türkiye'den, Ankara'dan, İstanbul'dan Türk halkının selamlarını iletiyorum. Bugün güzel bir sempozyum açılışıyla bir araya geldik. Eylül ayının sonunda Aşık Alasker'den Üzeyir Hacı Bey diye Azerbaycan musikisi konulu bir çalışmayla yine Bakü'de güzel bir sempozyumda güzel çıkışlarda, güzel sempozyum bildirileriyle yine bu akademik dünyasına bir hizmetle bir araya geldik. Yani bu Folklor Enstitüsü iyi çalışıyor. Tebrik ediyorum öncelikle. İlgiler Akademisi'nin. Tabii ki burada akademisyenlerin, ilim insanlarının çalışmaları çok kıymetli. Sayın Başkan konuşmasında bu çalışmaların, bu tertiplerin düzenlenmesinin önemine değindi. Evet, ben bir akademisyen ve özellikle de idareci olarak şöyle gözlemliyorum. Değerli konuklar, bugün burada bir arada bulunma sebebimiz olan bu balaban ve üflemeli bir saz, aslında bir çalgı olarak bakıyoruz ama aslında yüzlerce, binlerce yıldır içimizi titreten, bizi biz yapan, kültürel kodlarımızı geleceğe taşımamızı sağlayan bir alet bu aslında. Peki bu ne kadar tanınıyor? Ben Türkiye'nin Erzurum şehrinde doğdum. Erzurum, Ardahan, Kars, Azerbaycan'a en yakın kültürel olarak, konuşma, aksam, ağız olarak en yakın olan yerlerden biri. Ama batıya doğru gittikçe, Dadaş, evet, Dadaş. Batıya doğru gittikçe balaban sazı, kavala veya bir kopuz, bunlar bilinmiyor. Demek ki çok çalışmak lazım. Ben bu sempozyumun tertipçilerine teşekkür ediyorum. İnşallah 2026 Mayıs ayında birinci Türk Sanat, Kültür Sanat Sempozyumu düzenleyeceğiz. Bu sempozyumda yine bir araya geleceğiz. Sempozyumların, festivallerin düzenlenmesi aslında bizim bu bilgi birikimini miras olarak bıraktığımız gençlerimize, evlatlarımıza gelecekte daha bilgili, daha donanımlı bir kültürel dünya yaşamaları için gereklidir. Tekrardan bu tertibin düzenlemesinde emeği geçen iştirakçilere, tertip komitesine teşekkür ediyorum. Şükranlarımı arz ediyorum. Gelecekte büyük bir Türk dünyası, büyük bir kültürel aydınlanma, büyük bir kültürel bilinçlenme ile beraber bizlerin yaptığı çalışmaların daha sağlıklı, geleceğe daha iyi taşınmasını ümit ederek hepinize saygı, sevgi ve muhabbetlerimi sunuyorum. Sağ olun, var olun. Sözü Cesur Bey, yani Cesur Bey Salay'a vereceğim. Davet Merkezi'nin direktörü. Buyurun. Aziz kardeş halklar, Türkiye'den gelen Azerbaycan, Özbekistan, Kazakistan, Kırgızistan, həmməyinizə salamlarımı, Özbekistanın salamlarını yetkəzəmən. Əvvələn başlayıb şu Azerbaycanlı Baku şəhərində Xalqara konferansiyada iştirak et proqramından xursandman. Bu yerdə Özbekistandan 28 nəfər pedaqoglar iştirak etdi. Bunun üçün Azerbaycan Devlet İlimler Akademiyası'nın reisi akademik Habibeyli'ye ve Hikmet Kuliyev'e özümden minnettarçılığımı bildiremem ve hakikaten bu Özbekistan'ın medeniyeti, sanatı, dili, dini Azerbaycan'ı bilen bir kıl. Türkiye'nin ki Türklerin gelmesi bu Türk halkları. Şunun için bir yerde hazır özlerimizi kütmedik, bir yerde
28 nəfər oxutucumuzla təcrübə almaq məqsədində Azərbaycan dövlətinə Bakı uşaqlarına kəvəl etmənə 3 gün oldu. Şöhrdə təcrübə almaq məqsədində Bakı uşaqlarında oturtdular. Üzərində ustazlarımız namından, Özbek xalqı xarəcimlər namından özümün minnətdarsızlığımı bildirəməm. Bu inci sənət öğrencileri Xarəcimdən biliyorlar. Ben sözü İfaçıma vermek istedim. Hamını salamlayıram. Simpozium ənənəvi musiqiyə həsr olunub və ənənəvi musiqi bütövlükdə ənənəvi sənətinin bu böyük sisteminin el hissəsini təşkil etməklə milli kimliyin göstəricilərdən biridir. Biz kimlik deyəndə əslində English identity və identiklik və bəzən biz onu eyniyyət kimi də qələm alırıq. İdentiklik və kimlik və eyniyyətin ilk nəzarətçilərdən biri olan Amerikalı sosial psixolog Erikson hesab edirdi ki, kimliyə, identikliyə malik olmaq, mən sitat gətirirəm, şəraitdən asılı olmayaraq özünü dəyişməz hiss etmək, sitatının sonu deməkdir. Biz deyəndə ki, bir qrup insan və bütöv bir xalq özünü identifikasiya etmək istəyir. Bu deməkdir ki, onlar öz aralarında eyni olmalar və başqalardan fərqlənməyə çalışırlar. Eyniyyət, kimlik, bu etnoson xalqın, millətin bütün xarakterik, bütün səciyyəvi xüsusiyyətlərinin toplanmasıdır, cəmləşməsidir. Başqa sözlə, kimlik bu və digər insan qruplarına yaxud ayrıca mədəniyyətlərə, kültürlərə, xas cəhətlərdən toplama halında eyni, oxşar olmasıdır. Türk dünyasında mən deyərdim ki, mədəni kimliyin, kültür kimliyinin iki səviyyəsini ayırmaq lazımdır. Birincisi, xalq, etnos, millət səviyyəsində və ikincisi, ümumi Türk identikliyi, kimliyi səviyyəsində. Bugün simpozium iştirakçıları Azərbaycan, Qazax, Özbək və başqa Türk mədəniyyətlərdə ənənəvi musiqinin xüsusiyyətləri haqqında bir çox maraqlı sözlər deyəcəklər. Mən çox qısa diqqətinizi ümumi Türk kimliyi amilləri üzərində cəmləşdirmək istəyirəm. İlk öncə bilmək lazımdır ki, Türk dünyası planetin yer kürəsinin ən qədim və güclü sivilizasiyalardan biridir. Qədim Türklər dünyada ən böyük dövlətlər yaratmışlar. Çingiz Xanın imperiyası dünya tarixində ən böyük dövlət olub, onun sahəsi 28 milyon kvadrat, yəni kare kilometre idi. Osmanlı və Səlcuq imperiyaları da nəhəng əraziləri əldə ediblər.
bugünkü gündə müstəqil Türk devlətlərinin və muxtariyyətlərinin ümumi sahəsi təxminən 9,5 milyon kvadrat kilometrdir. Bu Çin və ABŞ, Amerika Birləşmiş Ştatları onların ərazi ilə müqayisə olunur bilər. Yəni, misal üçün, Azərbaycan və Qazaq və Özbək mədəniyyətini öyrənməklə biz Türk mədəniyyətini tədqiq etmiş oluruq. Yaxud əksinə, Türk mədəniyyətini tədqiq edərkən biz Azərbaycanlıların, Özbəklərin, Qazaqların mədəniyyətini öyrənirik. Ona daha dərindən nüfuz edirik, onu tam olaraq anlayıb və izah edirik. Bu yolda mən bütün simpozium iştirakçılarına uğurlar arzulayıram və bugünkü çox maraqlı, çox aktual mövzuda keçirilən simpozium bütün iştirakçılarına yenə də uğurlar arzulayıram və münasibətlə sizi təbrik edirəm. Sağ olun. Sözlü ev sahibine, Toplar Enstitüsü Direktörü, Allah Gelmez Doktoru, Hikmet Kulesi vereceğim. Buyurun. Hörmətli İsa müəllim, hörmətli Sədalət, hörmətli Mahirə xanım, əziz qonaqlar, dəyərli tərəfdaşlar, İsa müəllim, mən istəyərdim ki, təşəkkürlərimizi bildirim, məruzəmizi panel iclasda təqdim edərik. Bu tədbirin Arya Ərsiyəyə gəlməyində böyük xidməti olan, dəstəyi olan tərəfdaşların adını bir səsləndirmək istəyirəm. Azərbaycan Milli Konservatoriyası, Memarlıq İncəsənət İnstitutu, Ankara Musiqi və Gözəl Sənətlər Universiteti, Ərzincan Binəli Yıldırım Universiteti, Qars Qafqaz Universiteti Dövlət Konservatoriyası, Xoca Əhməd Yəsəvi Universiteti, Azərbaycan Aşıqlar Birliyi, Beynəlxalq Muğam Mərkəzi, bu tədbirin araya ərsəyə gəlməsində böyük xidmətlər oldu. Eyni zamanda siz də açılışda qeyd elədiniz, İsa müəllim, bizim bu tədbirin maliyyə dəstəyi, bütün o təşkilati məsələlərinə də iki qurum bizə xüsusi dəstək verir. Bunlardan biri Müəllif Hüquqları Uğrunda İctimai Birliyi və Union Printing qrupdur ki, bunların dəstəyi ilə biz Çalvalı Əli Dədənin 150 ilinə həsr olunmuş birinci beynəlxalq Türk dünyası ənənəvi musiqi və mədəni kimlik simpoziumunu bugün bu təntənə ilə qeyd edirik. İsa müəllim, sizin də vurğuladığınız kimi Cənab Prezidentin artıq dillərdə şuara çevrilmiş Türk dünyası bizim ailəmizdir çağırışı əslində bütün platformalarda, istər mədəni əlaqələrin qurulmasında, istər elmi əlaqələrin qurulmasında, bütün istiqamətlərdə uğurla həyata keçirilir. Və bugün burada Çalvalı Əli Dədənin simasında biz əslində ortaq Türk keçmişindən, ortaq Türk gələcəyinə yönələn dəyərlərin, bu dəyərlərin arxasında duran milli kimliyin, mədəni kimliyin müxtəlif aspektlərini diqqət mərkəzinə gətirmişik. Və bu simpozium çərçivəsində təxminən ölkə və xaricdən daxil olan 80-ə yaxın məruzə var bu simpoziumda. Simpozium materialları 600 səhifəlik materiallar kitabımız var və çox yaxın müddətdə, qısa müddətdə bizim sponsorların dəstəyi ilə biz bu kitabı da araya ərsəyə gətirəcəyik. Eyni zamanda bu tədbir, İsa müəllim, bugün açılış konserti nəzərdə tutulur ki, bu konsert də həmin bu palitranı, həmin bu rəngarəngliyi özündə ehtiva edir. Bir tərəfdən Qazaxların, Qırğızların, Özbəklərin aşıq, ozan, baxışı sənətidir və bir tərəfdən də bizim aşıqların iştirakı ilə, eyni zamanda bizim ənənəvi musiqi, balaban, qara zurna ifaçılarının bir yerdə, eyni zamanda muğam ifaçılarının bir yerdə bir zəngin bir konsert proqramını hazırlamışıq və bu konsert proqramı düşünürəm ki, çox unikal bir proqramdır. Bu təsadüfi seçilmiş bir palitra deyil. Bunun arxasında bir akademik yanaşma dayanır və bütün qonaqlarımızı həmin o konsertə də dəvət edirik. 2 gün davam edəcək bu simpoziumda İsa müəllim, xeyli istər sənətşünaslıq, istər folklorşünaslıq, istər mədəniyyətşünaslıq istiqamətində, istər etnografiya istiqamətində xeyli məqalələr, məruzələr təqdim olunub ki, düşünürəm ki, sizin də ilk açılış çıxışında qeyd elədiyiniz kimi, bəzən bizdə yubileylər, xüsusən aşıqların, şairlərin, yazıçıların yubileyləri keçiririk. Amma folklora bir qədər
geniş miqyasda baxanda folklor həm də axı ifaçıların, söyləyicilərin ifası ilə ortaya çıxır. Bəzən biz o söyləyiciləri, ifaçıların kölgədə qoyuruq, unuduruq. İlk təcrübədir ki, sizin də vurguladığınız ki, ilk təcrübədir ki, biz bir folklor, bir musiqi ifaçısına həsr olunmuş beynəlxalq simpoziyuma toplaşmışıq. Düşünürəm ki, bu simpoziyum Mahirə xanımın da vurguladığı kimi Çalvalı Əli dədə sənətinin istər genezisi, istər onun tipologiyası, istər davamı sahəsində mövcud olan o elmi boşluğu doldurmaq naminə kifayət qədər hədəfinə nail olacaq. Və mən düşünürəm ki, bu istiqamətdə aparılan işlər, bu istiqamətdə aparılan tədqiqatlar bu mədəni əlaqələrin, bu mədəni körpələrin daha yaxşı qurulmasına, daha səmərəli nəticələrin əldə olunmasına xidmət edəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm. En sonunda biz konferansın akını saklamayıp programımızın hamısını iştirak edip mecliste temsil olduğunu nəzərə alarak aile adından çıkarmak için Çalvalı Əli Dədəsi ailesi adından Doçent Elçin Qaliboğlu'na söz verdim. Herkese salamlayıram. Türk dünyasının müxtəlif bölgələrindən gələn qonaqlarımızı salamlayıram. Qatıldığınıza görə sayğımı bildirirəm. Çalvalı Əli Dədənin yaradıcılığında iki əsas cəhət birləşir. Möhtəşəm döyüşkənlik və haray. Bu fəlsəfi məzmunda ifadə etsək belə alınır. Ancaq bunun kökü bizim Türk dünyasından, ruhumuzdan gələn, bəşəri məzmunu bütünlüklə ifadə edən muğam sənətindən gəlir, aşıq sənətindən gəlir. Yəni biz köklü köməkli xalqıq. Bu torpaqların əzəli, əbədi sakinləriyik. Çalvalı Dədənin yaradlığı bizə bunu deyir. O təbiətlə birdir, insan yaradlığı ilə birdir, insanın ruhu ilə birdir. Onun daxili dünyasını bütün çalarlarına kimi ifadə edir. Çalvalı Dədənin yaradlığında bizim indi adlarını vurgulayacağımız mahnılar, havacatlar, bunu rəqsdə demək olar. Buradakı iştirakçıların demək olar ki, hamısına bəllidir. Heyva gülü, alça gülü, Koroğlu nağarası, dağ çiçəyi, bənövşə və belə onlarla havalar var ki, bugün çağdaş Azərbaycan zurna balaban sənətində bu havalar nəinki bu sahənin ifaçıları, eyni zamanda aşıq sənətinin davamçıları üçün də çox gözəl bir örnəkdir. Onu da deyim ki, Çalvalı Əli Dədənin yaşadığı yer Çalva kəndi uzun müddət bizim məşhur aşıqların, nəinki zurna balaban ifaçıları, onların çoxu ustadlar və həyat səhnəsindən təəssüf gedirlər. Amma onların da müxtəlif bölgələrdə çoxlu arzuları var. O deməkdir ki, Əli Dədənin özündən gələn o irs heç zaman, yəni ustaddan aldığı dərs, onu artırıb, böyüdüb, itirməyib və gözəl, zəngin bir irs yarada bilib. Beləliklə, biz bu qənaətə gələ bilərik ki, bu sahədə olan irs sabah üçün çox gözəl bir ənənə yaradır. Yəni, ortada zəngin bir irs var, ortada zəngin bir ənənə var. Bunun özlüyündə biz sabah üçün daha gözəl örnəklər yarada bilərik. Mən şəxsən sayıram ki, sabahımızda gözəl muğam örnəkləri yaranmalıdır. Düzdür, muğam yaratmaq çox çətin işdir. Bunun kök edib sufilərə çıxır. Gözəl aşıq havaları yaranmalıdır. Əlbəttə, bu da çətin işdir. Amma biz bununla sübut eləmiş olarıq ki, potensialımız əzəlidir, tükənmirik. Eyni zamanda yeni zurna havalar yaranmalıdır, yeni balaban havalar yaranmalıdır. Bu bizim zəngin, bitməyən qüdrətimizin ifadəsi ola bilər. Çünki torpağın, halın bizə verdiyi güc bunu deyir. Bir də sonda diləyim odur ki, bu yöndə bizim yeni yetişən balabanslarımız var. Onlar xalq ruhunun, mədəniyyətini dərindən öyrənsinlər. Eyni zamanda elmli, akademik yöndə də bugün bəhrələnən bizim kifayət qədər gənc balabanslarımız var və yarazlığı bu yöndə də inkişaf etdirsinlər. Mahirə xanım burada vurğuladı. Mahirə xanım, Çalva kəndinin adı qədim türkçəmizdən gəlir. Keçmiş Şamaxı qəzasının, indiki Çalva kəndinin adındandır. Çalva kəndinin yaşı 1000 ildən çoxdur və bu faktı qədim Çalva dərə yaxası boyunca yerləşir və türkçəmizdə Çalva, Çalafa sözü çökək sulu yer anlamındadır.
Sonra o dərə yaxasından çıxıb və kəndimiz çox böyük bir kənddir. Dağlıq Şirvanın ən böyük kəndlərindən biridir. Mən tədbirin təşkilatçılarına bu işdə əziyyəti olan hər bir kəsə Əli dədənin soyadından sayğımı bildirirəm. Hər bir kəsə can sağlığı işlərində uğurlar diləyirəm. Bunun da bir açılış hissəsini başa çatdırırıq. Və düşünürəm ki, burada elə açılış nitkilərində sağlamlama üstə köklənmiş olsa da bu nitkilər, bu sənətin mahiyyəti, əhəmiyyəti, yeri, rolu barədə kifayət qədər elmli sözlər, elmi fikirlər, mülahizələr meydana qoyulur. Və o da hər kəs tərəfindən artıq etiraf olunur ki, bizim Zurnəvalaba sənətinin təbliğata, tədqiqata, ayrıca öyrənilməyə ehtiyacı vardır. Bugün isə bu sənətin ən böyük yaradıcılarından biri və onu məktəbə çevirmiş ustad bir sənətkara, dədə ustad deməkdir, ustad bir sənətkara həsr olduğu üçün bu sənəti təbliğ etmək bir yolu da bu sənətin daşıyıcılarını, yaşadanları, onun ustadlıq səviyyəsini qaldıranları təbliğ etməklə əlaqədardır. İnanıram ki, burada da Kamila xanım dedi, bu konferansdan ən böyük hədiyyə konferansın materiallarının çap olunması və o Əli hakkında kitabın yeni nesillerine çatdırılması olacaktır. Ben hamınıza can sağlığı arzuyorum, konferansa uğurlar arzuyorum. Bahçeler.